Mən içdiyim maqnezium budur. Erbatda. Mən bütün ümumiyyətlə vitaminlərim, vitamin deyəndə qida əlavələrim hamısı Erbatabdandır. Deməli maqneziumun birini axşam içirəm ac qarnına. Bunu burada göstərirəm sizə. Sonra isə B12, B6 tərkibində var. Bu maqneziumdur. Folik asid. Sonra isə onu çiynəyirəm sadəcə. Bunu susuz filan sadəcə çiynəmək lazımdır. Qanı o formada qarışsın. Ondan sonra isə gecə bitir. Bunların hamısı arayla eləyirəm maqneziumla. Deməli B12 folik asidi ac qarnına. Səhər açılan kimi isə deməli ilk işim yuxudan duranda su içəndə maqneziumu yenidən içməkdir. Çünki bir səhərdir, bir axşamda ac qarnına içməlisən bunu. Qəti formada mənim mədəmi ağrıtmır. Çünki bitki tərkiblidir. Mənim mədəm çox həssas bir mədədir. Mən də tərəddüd eləmişdim ki, səhərlər mən bunu axşam indi okey bildikdən axşam elə də problem olmaya bilər. Amma səhərlər bu mənim mədəmi ağrıdardı, amma ağrıtmadı. Sonra isə vitamin D-ni içirəm, maqnezium içəndən sonra səhər. Bir xurmanın içərisinə 9 damcı atıram, çünki mən 90 kiloqramımda. Hər 10 kiloqramı bir damla içməyə lazımdır. İçdiyim vitaminlər mənə axşam yuxumu gətirir, səhər isə enerjik eləyir, oyanmama səbəb olur. Linkini storydə bir də bio hissədə qoyacağım. Buyurun.